Murad ve sihirli bal küpünün nağılı. Bir zamanlar dağların ətəyində çiçəklərlə dolu gözəl bir kənddə Murad adlı bir oğlan yaşayırdı. Murad ağıllı və mehriban olsa da bir çatışmazlığı vardı. İşləməyi heç sevmirdi. Atası hər səhər bağçaya gedər, torpağı belləyər, ağacları sulayar, anası isə ev işləri ilə məşğul olardı. Murad isə kölgədə uzanıb xəyal qurardı. Kaş ki işləmədən hər şeyim olaydı deyə tez-tez söyləyərdi. Bir gün kənddə uzun ağ saqqallı, nurani bir qoca gəldi. Kənd meydanında toplaşan uşaqlara maraqlı bir sir danışdı. Uzaq meşənin dərinliyində bir sihirli bal küpü gizlənib. Deyirlər ki, onun balı dünyanın ən şirin balıdır. Muradın gözləri parıldadı. Mən onu tapacağam. Onda işləmədən hər gün bal yeyəcəm. Ertəsi səhər heç kimə xəbər vermədən meşəyə yollandı. Meşə düşündüyündən daha böyük idi. Hündür ağaclar göyə ucalır, quşlar budaqlarda nəğmə oxuyurdu. Bir qədər getdikdən sonra Murad yolun kənarında ağlayan balaca bir sincab gördü. "Niyə ağlayırsan?" deyə soruşdu. "Qış üçün yığdığım qozlar dərəyə tökülüb. Onları çıxara bilmirəm." Murad əvvəlcə yoluna davam etmək istədi. Sonra düşündü ki, biraz kömək etsə nə olar? O budaq tapıb qozları dərədən çıxardı. "Çox sağ ol" deyə sincab sevindi. Sincab ona parıldayan bir yarpaq verdi. "Bu yarpağı saxla, bir gün köməyinə çatar." Murad yarpağı cibinə qoyub yoluna davam etdi. Biraz sonra o qanadı yaralanmış bir göyərçin gördü. Göyərçin dedi: "Uça bilmirəm, mənə kömək edə bilərsən?" Murad bu dəfə dayanıb göyərçinin qanadını sarıdı. Göyərçin minnətdarlıqla ona mavi bir lələk verdi. "Lazım olacaq." Murad təəccüblə lələyi də cibinə qoydu. Günortaya yaxın o sıx meşənin ortasında böyük bir qapıya çatdı. Qapı qızıldan idi və üstündə belə yazılmışdı: "Yalnız zəhmətin dəyərini bilən keçə bilər." Murad qapını itələdi, amma qapı açılmadı. Birdən göydən bir səs eşidildi: "Bugün nə yaxşı iş görmüsən?" Murad sincaba və göyərçinə etdiyi köməyi xatırladı. Elə həmin an qapı yavaş-yavaş açıldı. Murad sevincək içəri keçdi. Qapının arxasında böyük bir mağara vardı. Mağaranın ortasında isə qızıl rəngdə parıldayan nəhəng bir bal küpü dayanırdı. "Nəhayət tapdım" deyə Murad sevincdən qışqırdı. O baldan bir qaşıq götürüb ağzına qoydu. Amma təəccüblü bir şey oldu. Balın heç bir dadı yox idi. İkinci qaşıq, üçüncü qaşıq, yenə də yox. Murad məyus oldu. Axı hamı bunun dünyanın ən şirin balı olduğunu deyirdi. Bu vaxt mağaranı işıq bürüdü. Qarşısına həmin ağ saqqallı qoca peyda oldu. "Bal küpü sehirlidir oğlum. Bəs niyə şirin deyil?" Qoca gülümsədi. "Çünki sən hələ zəhmətin həqiqi dadını bilmirsən. Mən nə etməliyəm? Kəndinə qayıt, öz əlinlə işləyib qazandığın ilk neməti ye. Sonra yenidən gəl." Murad geri döndü. Ertəsi gündən atasına kömək etməyə başladı. Torpağı bellədi, ağacları suladı, alaqotlarını təmizlədi. İlk gün çox yoruldu. İkinci gün əlləri ağrıdı.
Amma üçüncü gün bağçada açan gülləri, yetişən tərəvəzləri görəndə qəlbi sevinclə doldu. Həftələr keçdi. Bir gün atası ona dedi: "Bugün satdığımız məhsulun bir hissəsini sən qazanmısan." Murad öz qazandığı pulla bazardan bir neçə soğan aldı. Axşam anası həmin soğanlardan sadə yemək hazırladı. Murad yeməkdən bir tikə aldı və birdən ona elə gəldi ki, dünyanın ən ləzzətli yeməyini yeyir. "Ana, bu necə dadlıdır?" Anası gülümsədi. "Çünki bunun içində sənin zəhmətin var." Murad həmin gecə yenidən mağaraya getdi. Bal küpündən bir qaşıq götürdü. Bu dəfə bal o qədər şirin idi ki, Murad belə bir dad ömründə hiss etməmişdi. Qoca yenə peyda oldu. "Bal dəyişməyib Murad. Bəs nə dəyişib?" "Sən dəyişmisən." Murad başa düşdü ki, insanı xoşbəxt edən təkcə nemətin özü deyil, onu necə əldə etməsidir. O gündən sonra kənddə hamıya belə deyərdi: "Zəhmətlə yeyilən acı soğan, minnətlə yeyilən baldan şirindir." Və bu sözlər kənddə nəsildən nəsillə ötürülən gözəl bir hikmətə çevrildi. Beləliklə, nağlımızın sonuna yaxınlaşdıq, əziz uşaqlar. Nağlımızı bəyəndinizsə, bəyənmə işarəsinə basmağınız və kanalımıza abunə olmağınızı sizdən xahiş edirik, əziz körpələr və sevimli valideynlər.